Günlük bürc proqnozu 30 oktyabr 2025. Qoç. Artıq ehtimalla xəyal quran və romantiksiniz. Sizin həssaslığınız da mərhəmətiniz kimi ortaya çıxır. Qarşılığında heç bir şey gözləmədən başqalarına kömək etmək üçün hər zamankından daha çox hazırsınız. Həqiqətən başqa birinə köməkçi olmaq üçün atlamazdan əvvəl məntiqli olaraq hər şeyi anladığınızdan əmin olun. Əkizlər. Digərlərinə, xüsusilə qarşı cinsdən olanlara həssaslığınız, gözəllik və romantizm duyğunuz artacaq. İndi başladığınız əlaqələr fövqəladə və xüsusilə romantik görünə bilər. Həqiqət duyğusunu qorumağı unutmayın. Yaradıcılığınız artıq inkişaf edir. Şir. Artıq idealist və özünüzdən əminsiniz. Yeni fəlsəfələri araşdırmaqdan çəkinməyin. Kainatla artan bağlarınız kompleks mövzuları asanca anlamanıza kömək olar. Maddi və intellektual sahələrdə nəticəsi qəti olmayan işlərə girmək istəyiniz inanılmaz qazanclar gətirə bilər. Tərəzi. Dünyaya baxışınız genişləyir. Artıq inancınızın özünüzün və başqalarının ehtiyaclarını qarşılaması lazım olduğunu hiss edirsiniz. Metafizik və digər mücərrəd sistemlərlə maraqlanırsınız. Daha da əhəmiyyətlisi, öyrəndiklərinizi də həyatınıza daxil etmək üçün əlinizdən gələni edirsiniz. Ox atan. Gizli psixoloji səbəbləri araşdıraraq anlayışınızı inkişaf etdirin. Şuurunuzu genişlədin. Kainatla daha uyğun olun. İçmənliyinizi və yüksək zəka tələb edən anlayışları anlamaq qabiliyyətiniz artıq daha iti. Bunu praktikaya tətbiq edin. Dolça. Egonuzun qərarlarınızda necə bir rol oynadığını sorğulayın. Mövcud şərtlər sizi yenə də nəyəsə məcbur edə bilər. Uzun vədəli razılaşmalar etməkdən və ya imzalamaqdan qaçının. Bu güvən əskikliyi üzündən layiq olduğunuzdan daha az şey istəyə bilərsiniz. Özünüzü axışa buraxın. Bu təsir keçənə qədər əhəmiyyətli qərarlarınızı ağlınızda tutun, praktikaya tətbiq etməyin. Buğa. Hiss və ağlınız artıq birlikdə yaxşı çalışır. Metafiziki və ya mənəvi mövzuları kəşf etmək üçün bu dövrü yaxşı istifadə edin. Asanca mücərrəd mövzuları qavrayır və həqiqətən başqalarının düşüncələrini anlaya bilirsiniz, çünki bu anda zehni gücləriniz birlikdə çalışır. Xərçəng. Bu gerçək şəfqəti kəşf etmək üçün mükəmməl bir fürsətdir. Hamımızın qəbul etdiyimizdən də daha çox ortaq istiqamətimiz var. İndi içdən gələn sədəqənin nə qədər işıqlandırıcı, hətta həyəcan verici olduğunu öyrənə bilərsiniz. Verərək daha yaxşı bir insan halına gəlməyi öyrənin. Qız. İdeallarınızı əldə edin. Hədəflərinizə çatmaq üçün sağlam fikrinizdən və idealizminizdən istifadə edin. Bu uzun vədəli planları reallaşdırmaq üçün nələrdən imtina etmək lazım olduğunu bilirsiniz. Realist olduğunuz üçün indi ruhi işləri boynuna götürmək üçün yaxşı bir zamandır. Həyatınızda dinin və metafizikanın praktik istifadələrini görə bilərsiniz. Əqrəb. Bu təsir ümumiyyətlə insanın 55 yaşlarında meydana gəlir. Artıq özünüzü bütünün parçası olaraq görürsünüz. Başqalarına qarşı daha simpatiksiniz və onların rifahı üçün özünüzü məsul hiss edirsiniz. Artan ruhi fərqindəliyiniz vasitəsilə insanlara kömək olmaq üçün yollar tapın. Oğlaq. Artıq daha da fədakar olmağa doğru bir meyliniz var. Başqaları ilə maraqlanmaq yaxşı olsa da, fərdi ehtiyaclarınızı laqeyd yanaşmadığınızdan əmin olun. Başqalarına kömək etmək üçün bir fürsət varsa, çox böyük fədakarlıq etməmək şərti ilə bu fürsətdən faydalanın. Sizin xeyriyyəçiliyiniz yaxşı qarşılanacaq. Balıqlar. Əhvalsız hiss etsəniz belə, həyatda hər şeyə baxmayaraq bacarmaq üçün bir səy nümayiş etdirin. Sağlamlığınızı qoruyun və hiləgər tədbiqlərdən vaz keçin. Kainatdakı yerinizin fərqinə varın. Yeni ya da qəribə fəlsəfələrdən qaçının. Özünüzə olan etibarı artırın. Özünüzü sorğulamayın.